Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bildiyimiz kimi böyük günahlardan biri də həsəddir. Bəs bu həsəd hansı halda günah sayılar? Hansı halda haramdır? Və mənası nədir? Əvvəla həsədin mənası odur ki, insan bir şəxsdə olan bir nemətə həsəd apara. Yəni bunun mənası nədir? Mənası odur ki, insan istəyə ki, o nemət, yəni o şəxsin əlində olan nemət onun əlindən çıxsın və o nemət bunda olsun. Yəni həsəd budur. Filan kəsə həsəd apardı, mənası budur ki, onda olan nemətdən istədi və istədi ki, onun əlindən də çıxsın o nemət. Bu böyük günahlardandır. Amma Seyyid buyurur ki, bu həsəd o zaman günah olar ki, insan onu sözü ilə və ya hansısa bir feili hərəkəti ilə izhar eləyər. Biri var, mən qəlbimdə, özümlə Allah arasında filan kəsə həsəd aparıram, həsədim var. Amma o şəxs heç kim bilmir ki, mənim həsədim var. Yəni, mən nə sözdə onu izhar eləyirəm, bildirirəm, aşkara çıxardıram, nə əməlimdə görsənir. Seyyid buyurur ki, bu surətdə haram deyil. Yəni, şəxs elə düşünməsin ki, mən günah iş görürəm. Baxmayaraq ki, sifat-ı zəmimədəndir. Buyururlar ki, əxlaqi rəzillikdəndir, pis sifətlərdəndir. Mömində onun olması yaxşı bir şey deyil. Amma günah işdir, xeyr. O halda insan günah qazanmır. Yenə də qeyd edirəm. Tutaq ki, bir nəfərdə bir nemət var. Məsələn, tutaq ki, bir nəfər müvəffəq olub elmdə, yaxşı bir elmə sahib olub, dərs oxuyub, bir məqama yetişib, mən də ona baxıram, həsəd aparıram və hey istəyirəm ki, o elm onun əlindən çıxsın, mən o məqama, o elmə yetişim müvəffəq, amma onda da olmasın, məndə olsun, o əlindən çıxsın, mən qazanım onu. Bu, həmin həsəddir. Amma bunu mən nə dildə, nə əməldə, zahirdə, heç bir şeydə izhar eləməmişəm, ancaq qəlbimdədir, heç kim bilmir. Bu halda günahım yoxdur. Amma olmasa daha yaxşıdır. Amma birdən sözdə, əməldə, feildə bunu mən göstərsəm ki, elə hey istəyirəm onun o elmi, neməti əlindən çıxsın, məndə olsun, bu zaman bəli, mən böyük günah qazanmış olaram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.